Rasulullah sallallahu aleyhi ve sellemin dövründə bir cavan oğlan gəlir. Deyir ki, ya Rasulullah, namaz qılacağım, oruç tutacağım, zəkat verəcəm, həccə gedəcəm, amma zina etməyimə izin ver yine. Rasulullah sallallahu aleyhi ve sellem gənci çağırır yanına, deyir ki, gəl yaxın gəl. Gəl yaxın gəl, çəkinmə yine. Rasulullah nə onu döymür, nə söymür, nə təhqir eləmir, nə qovu bitirmir. Və ona deyir ki, sənin anan var mı? Deyir, var. Deyir, kimsə gəlib sənin ananla zina etməyinə razı olarsanmı? Deyir, səni haqq üzrə göndərən Allah'ın da olsun ki, xeyr ya Resulallah. Deyir, sənin bacın var mı? Qızın var mı? Xalan var mı? Maman var mı? Hamısını bir-bir sadalayır, sayır. Və hamısını saydıqda deyir ki, kimsə onunla zina eləsə razı olarsanmı? Deyir ki, xeyr ya Resulallah. Deyir, eləcə də insanlar istəmir ki, kimsə onun anası ilə, bacısı ilə, xalası ilə, qızı ilə zina eləsin. Sən zina etmək istədiyin kəslər kiminsə qızıdır, kiminsə arvadıdır, kiminsə bacısı, kiminsə xalası, kiminsə mamasıdır. Yəni, ona görə qardaşlar, qəlbi oyaq olan qeyrətli kişilər, siz necə istəmirsiniz ki, sizin məhrəmlərinizə kimsə baxsın, eləcə də siz gözünüzü qoruyun kiminsə məhrəmlərinə baxmaqdan. Əks halda, əgər siz belə etməyəcəksinizsə, bu sizə olunacaqdır nə vaxtsa. İxlasla.com saytı tərəfindən təqdim olundu.